Salam, hamını bezdirən avtostopu söndürmək üçün lazım olan perixodnik baxım budur. Hamı soruşur mənə necə söndürürlər. Bu eliminator vasitəsilə söndürürlər. Bizə lazımdır 2 dənə zajim və bu eliminator perixodnikdən. Bunu Bakıda çox yerdə satırlar. Harca qiyməti özünüz gətirirsiniz. Düzdür, Kitay məsləhət deyil. İndi Bakıda çoxsa Kitayını satır bunun, harca 10-15 manata. Bunun orijinalını tapsınız, hər modelin öz eliminatoru var. Daha yaxşı olar. Və onun paçkası ayrı olur. Yəni belə. Yəni teminə vurmasanız daha gözəl olar. Çünki teminə vuranda çoxu aşpika verir. Amma orijinal malda aşpika vermir. Necə keçək? Bunu necə və hara taxırlar? İndi sizə göstərdiyim model Chevrolet Cruze'dur. Və bizə lazımdır belə bir probka açan və bir dənə də rezak. Probka açanla gördüyünüz bu probkaları açırıq. 3 dənə probkası var bunun. Bu probkaları qaldırdıqdan sonra altına bir dənə qoruyucu qaçacaq və biz burada arada gördüyünüz kimi həmin avtostopu yandıran, daha sonra işə salan şunları görürük. Və daha sonra bunu da çıxardacağıq buradan. Gördüyünüz kimi burada boltlarla bağlıdır. Biz də bunun boltlarını açacağıq. Gördüyünüz kimi hər tərəfdən boltdan bağlıdır bu. Boltlarını açdıqdan sonra da özümüzə tərəf, daha doğrusu motorxana tərəfə çəkirik onu. Həmin bu qoruyucu qapağı. Bu qoruyucu qapağın altında artıq siz avtostopu işə salan şunurları görmüş olacaqsınız. Və bunu çıxardırıq. Gördüyünüz kimi həmin şunur buradadır. Bunu bayaq ki biz eliminatoru həmin yerə birləşdiririk. Giriş-çıxış tərəfini. Giriş tərəfi 2 hissəsidir. Çıxış tərəfi isə bu balaca hissəsidir. Yəni bunu özünüz çox rahat bir şəkildə edə bilərsiniz. Lazım deyil bunu ustaya aparmaq. Və bunu da taxdıqdan sonra bir daha sizin avtomobildə, maşın svetoforda, tormozlamada, yəni bir də dayanmayacaq. Yəni bu formada taxırıq və salam. Bu qədər asan bir üsuldur. Amma çalışın Kitay malı almayın. Bunun orijinalını alın ki aşpika verməsin. Sonra öz başına yalan aşpikalar verəcək. ABS nə. Amma halbuki elə bir problem yoxdur. Amma ki yalan aşpika verir. Yəni sonradan gedib diagnostikada falan vaxtınızı aparmayın. Oldu, sağ olun.